Sonra əziz və dəyərli qardaşlar, bizim üzərimizə düşən görevlərdən biri də, eyni zamanda hər bir müsəlmanın üzərinə düşən görevlərdən biri də Allahın əmrləri üzərində ölənə qədər sabit qalmasıdır. Yəni bu sabitliyi də insan Allahdan istəməlidir. Allaha dua etməlidir ki, Allah Teala onu sabit qədəm etsin. Və hər bir müsəlmanın üzərinə düşən görev budur ki, əməllərini təqdim etdikdə Allah'tan sabitlik olmağı istəməlidir. Buna can atmalıdır. Həris olmalıdır ki, Allah Teala onu bu dünyadan köçənə qədər sabit qədəm etsin. Allah'ın əmrləri üzərində və eyni zamanda Allah'ın qadağaları üzərində. Bu çox mühümdür əziz qardaşlar. Və bu da necə olur? İnsan nəfsi ilə mübarizə aparmalıdır. İnsan nəfsi ilə mübarizə apardığı təqdirdə, Allahın əmrlərinə qarşı hərislik göstərdiyi təqdirdə, qadağalara qarşı hərislik göstərdiyi təqdirdə Allah Teala onu müvəffəq edəcək. Çünki insan Allahın yoluna yönəlibsə və o əmrləri gözünün qabağına almalıdır. Eyni zamanda da qadağan olunan əməlləri də gözünün qabağına almalıdır ki, və sabit qədəm qalsın. Allah'tan istəməlidir ki, Allah onu sabit etsin. İnsan nə qədər öz nəfsi ilə mübarizə apararsa, Allahın buyurduqlarına qarşı hərislik göstərərsə, sabit qalmağa qarşı hərislik göstərərsə, Allah Teala onu öz yolunda sabit qədəm edəcəkdir. Və bu mühüm məsələlərdir əziz qardaşlar. Və bu hər bir müsəlmanın üzərində olan görevlərdən biridir. Və biz bunu layiqincə gərək yerinə yetirək.